Salamlar. Bugün çantalarımı yığdığım şkafları təmizləyirəm. Deməli, bəzilərini hansılar ki istifadə eləmirəm, onlara verdim. Onları yığışdırdım, ayırmışdım. İndi isə səliqəyə salmaq istirdim. Səliqəyə yığmaq istirdim. Biraz götürəndə, eləyəndə, tələsik bir yerə gedəndə, götürəndə biraz qarışır. Mən də qarışıqlığı sevmirəm şkaflardan. İndi onları təmizləmək istirdim, yerbeyer eləmək istirdim. Yerbeyer edərkən, mən biraz çanta çox sevənəm. Onları yerbeyer edərkən dedim ki, tək başına niyə yerbeyer edim, tək başına niyə yığışdırım, həm sizə göstərim, sizlə söhbət eləyə-eləyə də yığışdırım. Deməli, bu çantalar mənim yəni bir ildə aldığım deyil, bu neçə ildə, yəni hardasa çox bir 15 il ərzində aldığım çantalardır. Mən ümumiyyətlə balaca çantalar sevmirəm, kiçik çantalar sevmirəm. Bir-iki dənə kiçik çantalarım var. Onları da bu son bir ildə almışam. Çünki artıq uşaqlarım böyüyüb. Kiçik olanda uşaqlarım yekə çantalar alırdım ki, deməli, onların bəzi şeylərin falan yüngülvari bir şəhərə bir yerə gedəndə artıq uşaq çantasını da əlavə götürməyim deyə. Amma ümumilikdə də mən böyük çanta sevirəm. Balaca çanta sevmirəm, kiçik çanta sevmirəm. İndi isə artıq böyüyüblər uşaqlar. Daha bəzən elə bir yer olur ki, nə bilim misal üçün McDonald's-a gedirik, nə bilim bir yerə gedirik, yüngülvari bir şəhəri prosta gəzəcəyik bu tərəf, o tərəf. Onda da yekə çanta götürməyə ehtiyac olmur. Götürürəm kiçik çanta. Ona görə də bir-iki dənə kiçik çantam var. Qızım burada iş görür, tozları silir. Ona görə də bir-iki dənə səs olur. Neyse. Deməli, bir çantalarımı əvvəlcə göstərim. Bilmirəm, indi baxın, görün ki, sizin tərzinizlə uyğundur, yoxsa yox. İndiki ümumiyyətlə cavanlar daha çox kiçik çantalar sevirlər. Amma, nə bilim, mən xoşum gələn tərzi çantaları qarşıma çıxdıqca 15 il ərzində almışam. Birinci bu. Bunu daha klasikdir. Yəni, mən bunu bir yerə gedəndə, gəzməklərə gedəndə, bir yerə qonaq çağırırlarsa, restorana falan, belə gedəndə tuturam. Yəni, belə gündəliyə çox tutduğum olmayıb açığı. Belədir, çox bəyənirəm bu çantamı. Çox həm belə möhkəmdir, tez qırılan falan deyil də. İçi də belə, cibi də var, zamoklu cibi də var içində. Mən belə içi, necə deyim, ara kəsməsiz çox sevirəm, boş. Rahat bir şeyi axtaranda çox rahat axtarıram. Ara kəsməni sevmirəm, nəsə. Amma ara kəsməli çantalarım var, çox tək-tük. Bu belə. Bunu da deməli bir dəfə aldım mən işə gedəndə. Belə böyük çantadır, çox böyüyə. Bu biraz, misal üçün, bunun qarşısında balacadır. Amma bu isə biraz böyüyə ehtiyacım var işə getmək üçün. Ona görə də bunu işə gedəndə bəzən tuturam. Bəzən də tamam qara, bəzən yox, çox vaxt qara geyinəndə, amma belə bir, nə bilim də bir paltar falan geyinəndə, eləyəndə qara, onda bunu tuturam. Nəysə də bunun gibi dizdən. Bu da belə ara kəsməsizdir. Bunu da torbasına keçirəcəm. İndi hələ keçirmirəm heç birin. Bunu yayda tuturam. Baxın, yayda bu. Belə uzun ipi də var. Ya belə tuturam, belə atıram çiynimə. Belə, bilməm, oturan yerdə necə görünür, yoxsa yox. Ya da ki, belə uzun. Belə. Ya da belə edirəm. Bunu yayda çox vaxt tuturam. Çox geniş, çox böyük. Nə boydadır içi. Hər şey götürə bilirəm bundan. Uşaqlarım üçün, nə bilim, yayda, misal üçün bir yerə gedəndə axşama külək olursa, üşüyürlərsə, jaket falan, hər şey ata bilirəm də onun içinə, yəni çox rahatdır mənə. Sonra, bu da gündəliyə tutduğum çantadır. Deməli, bu da gündəliyə tutduğum çantalardır. Mola falan gedəndə bunu çox vaxt tuturam. Çünki həm sport geyimlə gedir, həm pol klasiklə gedir bu çanta. Bunun deməli remenini mən dəyişdirmişəm. Başqa remen taxmışam. Bununla çox uyğundur deyə başqa çantamın, yəni belə istifadə etmədiyim bir çantamın remenini buna taxdım. Sadə qara bir deməli remeni var idi. Amma bunu dəyişdirdim bununla, çox qəşəng uyğun oldu.
Bunu deyirəm də, çox vaxt mən mollara falan gedəndə taxıram ki, hər geyimdən gedir, yəni çox yaxşıdır. Bu isə gəzməyə falan gedəndə bu da. Amma çox da balaca çantayla dediyim kimi aram yoxdur deyə bunu tuturam. Bu da belə bilmirəm, görünür yoxsa burası zamuşdur, burası isə kojadır. Təbii koja deyil təbii ki. Bunu belə də tutmaq olur. Belə əslində bu belə daha gözəl görünür. Amma belə isə bunu belə tutmuram. Mən bəzən belə tuturam, onda da nə bilim də əlimdə çox uşaqlar məsəl üçün istiləridir. Kurtkalarım falan tutmuşam. Uca əlimdə yük var deyə onda onu belə atıram, daha rahat olur mənə. Bunu çoxdan almışdım, mən Markovdan almışdım. Sözün düzü artıq bunu istifadə etmirəm. Bunun korjaları da bəzi yerlərində gedib və bunu belə çox da istifadə etməmişəm mən. Yəni ancaq bunda belə večeri falan getməyə istifadə etmişəm. Bunu indi sözün düzü bunun bəzi yerlərində korjaları gedib. Bunu tullamaq istəyirəm. Bunu mənim böyük qızım qoymur tullamağa. Deyir yox, saxla ki, saxla. Deyir korjası gedib onu istifadə edə bilməyəcəksən. Deyir saxlada bir şey istifadə olmaz. Bunun ara kəsməsi var içəridən. Bunu buradan kəsib, bunu mən indi qızıma demək fikrim var ki, bunu kosmetiçka falan da, misal üçün istifadə etmədiyim stokladığı kosmetikaları falan da qoya bilər. Prosta ki, bu çox böyük, çox yer tutacaq da. Amma yenə də şkafda bir tərəfli qoya bilər. Çünki bu çölə tutulası artıq deyil. Baxın, bilməm, görünür yoxsa yox, bunlara gedir, baxın, buralar gedir. Bu ucu biabırçı vəziyyətdədir. Ona görə tutmaq mümkün deyil. İpi isə salamatdır. İpini, yəni bremenini bir şeyə keçirtmək olar. Nəysə, bunu yəni istifadə etməyəcək. Bunu qoyub qırağa. Sonra, bu da mənim gündəliyə tutduğum balaca çantalarımdan biridir. Yəni ki, o dediyim kimi bir fast food yeməyə getmək istəsək, ya da ki, nə bilim, bir Ağşəhərdə gəzmək istəsək, ya Ağşəhərin bulvarında, ya bu birisi bulvarda, nəysə gəzmək istəsək, bunu da belə çox vaxt atmıram. Bunu da belə atıram, belə tuturam, daha rahat olur mənə. Bu da belə, bu da balaca kiçik çantalarımdan biridir. Bu da kiçik çantalarımdan biridir, əgər karişim falan geyinirəmsə. Bunu çox vaxt yayda mən tuturdum. Bu belə də tutmaq olur. Prosta ki, yayda mən belə çox sport geyinirəm, kətan şalvarlarımla falan, kətan koftalarımla. Karişim olur deyə. Bunu belə, yəni dediyim kimi, bunu da belə atıram. Amma ipini uzadıram da, indi burada qısadır, ipini uzadıram. Yəni bunu çox vaxt çıxarıram mən. İndi bunu bir dəfə yəqin ki, qızım tutub keçirib. Yəni mən bu ipi, bunu çıxarıram. Bunu heç istifadə etməmişəm. İndiyə qədər tutduğumda istifadə etməmişəm. Qızım isə tutanda istifadə edir. Bu isə mənim yay üçün, ancaq yay üçün tutduğum deməli çantamdır. Bu çox yaxşıdır, çox da belə keyfiyyətli çıxdı sözün düzü. Bu belə yay üçün istifadə etdiyim çantadır, həsir çantadır. Böyrüyü də tam udobludur. Bunu da belə atıram çiynimə. İçi də baxın belə güllü-güllü, çox da qəşəng, çox yaxşı çantadır. Yəni bunu aldığıma heç peşman olmamışam. Heç vaxt peşman olmamışam. Mənim oğlum как всегда sağlamlaşmalıdır. Bəli. Bu isə mənim, bunun içində bir dənə də paşaku var idi. Bu isə mənim belə tutduğum, gəzməklərə tutduğum çantamdır. Görürsünüz ki, mən çox böyükdür. Mən böyük çanta sevirəm. Bunun amma içində bir dənə də şey var idi. Kaşalok buradadır. Где? Buradadır diye. Ne. Burada değil. Para düştü. Neyse. Şimdi tapsam bir gösterip. Aha daha taptım. Bu daha. Ha böyle. Aha. Bunun içinde belə çantası da var. Bakın belə. Deməli telefonu falan istəyirsən qoy oraya, ya da kosmetikalardan biri eləsi var, qoya bilərsən. Amma mən bunu daha doğrusu belə boş da istifadə etmək olur. Mən bunu boş da istifadə etmişəm. Nəysə bir hara gedəndə, restorana gedəndə, Dənizin Cinrajdeniyasında mən bunu tutmuşdum. Restorana gedəndə misal üçün gecə, baxın bunu tutar. Belə boş da tutmuşdum. Ben işe görmüşəm, belə sportiv düşkünka böyük. Hə, elə də var, düzdür. Bu da mənim toylara tutduğum veçerniyə sumkalarımdan biridir. Göy rəngdə, tamam zamuşdur. Əgər çox da qəşəng çantadır, sözünüzü çox keyfiyyətlidir, zənciri də çox, yəni belə çox yaxşıdır və içi də belədir.
Bizə bura. Hə, samoku da var. Çox yaxşıdır bu. Bunu belə toylara falan əgər buna düşən bir geyim geyinmişəmsə bunu tuturam. Amma çox belə bərbəzəkli geyinmişəmsə bu çantanı tuturam toylara. Ay buna nə olub? Ay bunun burası nəsə sürtülüb. Ay bunu təmizləmək lazımdır. Bunları təmizləyərəm. Nəsə yapışıb bunlara. Nəysə təmiz yerini göstərim. O yaxşıdır çıxartdım. Görürsünüz bax belə təmizliyə olsa qoyacağam şkafa. Nəysə təmiz yerini göstərirəm. Nəsə yapışıb bunu indi qopardacağam. Belə. Bunun uzun ipi də var, zənciri də var. Amma çox qəşəngdir belə. Çox bəyənərək almışam bu sumkanı. Bundakı veçerlərə falan üzr istəyirəm, veçerə yox, toylara tutduğum çantalardan biridir. Sonra bu çantam mənim çox bahalı çantadır. Bu çantam çox bahalıdır. Bunun korjaları bərbad vəziyyətdədir, biabırçılıq vəziyyətdədir. Bunun baxın ipi də belə. Bu mənim çox bahalı çantamdır. Sadəcə olaraq korjası falan artıq özü bu 20 ilin çantasıdır da. Yəni hardasa dəniz yox idi mən bunu alanda. Təzə ailə qurmuşduq. Çox bahalı çantadır da. Nəysə markası görünməsin deyə belə. Orijinal. Sadəcə artıq yaman günə qalıb da. Dəniz də dedi ki, mama sən buna əl vurma, mən bunu yəni yeniləyən yerlər var da, korjaların falan yeniləyirlər. Bəs ora aparıb mən sənin üçün düzəltdirərəm. Ona görə onu atma. Həqiqətən də atmağa dəymirdi. Yəni yaxşı bahalı çantadır və mən onu bilirsiniz neçə il tutmuşam. Yəni 20 ilin çantasıdır. Son 2 ildə bu artıq hardasa 18 il mən onu tutdum. Bu da mənim belə gündəliyə. Bunun burasında nədir? Bu burada hardandır? Amma bunun belə bir şey də var imiş. Mən bilmirdim. Nəysə. İndi görürəm. Nəysə belə bunun da markası görünür. Amma bu orijinal deyil təbii ki. Belə bir çantada rozlu yayda mənim rozlu koftalarım var. Bəzən 2 dənə daha da koftalarım var. 2 dənə belə koftam var. Onu bəzən belə yayda bəzən tuturam. İçi də bunun korjadır. Bunun içinin korjaları biraz gedib amma. Bu doğru yetişmir. Amma üstü tərtəmiz qalıb, sağ-salamat qalıb deyə. İçinin korjalarından gedib biraz. Amma üstü tərtəmiz qalıb deyə. Yəni ki, mən bunu atmağa dəymirdə niyə atım? Hələ ki salamat, hələ ki tutula bilir. Dənizdə tutur onu bəzən universitetə. Rəngli geyinəndə. Rübzar istəyəndə. Çiynimə atanda çox retki. Bunu artıq demək olar ki, mən istifadə etmirəm. Demək olar ki, tutmuram. Bunu aşkaya vermək fikrim var. Çünki aşkaya uyğundur. Bu da mənim deməli işə gedəndə tutduğum bir o Hermes, yəni orijinal olmayan təbii ki. Bu orijinal deyil təbii ki. Bir də ki bu da orijinal deyil. Deməli işə gedəndə bunları tuturam. Çox işimə yarayır. Bu da onun içindəki kaşrokudur. Yəni ki çox işimə yarayır və bu o qədər keyfiyyətli çıxıb ki, inanın mənə, mən bunu bəlkə neçə il deyim sizə almışam, hardasa bir 6-7 ildə almışam və mən bunu hər gün işə tutmuşam, hər gün. Bir dənə yeri xarab olsun, bir dənə yeri korjası dağılsın, hər gün işə tutmuşam, heç bir yeri dağılmayıb, heç bir yeri, uzaq yola da tutmuşam, heç vaxt dağılıb tökülməyib. Yəni çox keyfiyyətlidir, of ayağım. İndi sonra yay çantalarımdan belə yay çantam var mənim. Bunu mən Mangodan almışdım o vaxtı. Və hardasa deyim də sizə, deyim nə vaxt almışam mən bunu. Bunu da hardasa bir 15 il bundan qabaq. İnanarsınız. Görün tərtəmiz necə sağ-salamat qalıb. İki belə sumkadır. Bunun uzun ipi də var. Belə tutursan çox qəşəngdir, çox. Yəni çox sevdiyim çantalarımdan biridir. Çox səliqə ilə klubumda saxlayıram, çox səliqə ilə işlədirəm yayda. Bu isə dənizə tutduğum mənim. Bunu almışam United Sportdan. United Sportdan almışdım da mən bunu. İçində şey yoxdur. Şimdi bunu dənizə gedəndə tuturam. Bunun içinə bilirsiniz niyə qoymuşam? Əzilməsin də çanta. Belə şeyləri bəzən eləyirəm, əzilməsin çanta. Çünki belə bu qutu kimidir, bu əzilməsin deyə. Bu da belə. Gəlirəm orijinal bahalı, çox orijinal bahalı sumkalarıma, çantalarıma daha doğrusu. Orijinalları.
deməli, bura baxın, içinə qoymuşam, baxın, əzilib, görürsünüz, yenə də əzilib, hələ içinə başqa çanta qoymuşam, o belə yığılıb, yenə də əzilib. Bu mənə, deməli, bu orijinal sumkada bunun uzun ipi yoxdur. Uzun ipi yoxdur. Belə tutulur. Deməli, yoldaşım mənə hədiyyə almışdı o vaxtı. Bu orijinal, amma bahalı çantadır. Belə bunun içinə, bu çantanı, bunu tullayacağım sözün düzü. Bu çanta artıq qabıqları falan qopub, yəni istifadəsi mümkün deyil. Onun içinə qoymuşdum, amma onun içində yaman görə qoyar deyə onu tullayacağım. Sonra ikinci orijinal çantalarıma, mən yazığım çox tək-tük orijinal çantalar var, çox da belə. İkinci orijinal çantamdır bu. Armani cinsdir bu. Bu da baxın, bunun isə öz şeylərini saxlamışam bunun içində, yenə də əzilib. Deməli, paduşkalar olur belə, paduşkalar çantaların içinə qoymağa. Hə, prosta ki, əlavə pul vermək istəmirəm, hədər niyə pul verim axı bir dənə deyəməm. Orijinal mənim 2 dənədir Armani cinsi, biri uzun iplidir, bu uzun ipsizdir. Nəysə, əzilib indi mən bunu düzəldib torbasına qoyacağım. Bu orijinaldır, içi də belə. Görürsünüz, ara kəsməsidir mən sevirəm deyə. Bunların ikisini də eyni gündə almışdım. Bu da orijinal Armani cinsdir. Deməli, bunu da içinə görürsünüz, şeylər qoymuşam. Bu ondan biraz balacadır, qara rəngdədir. Tərz olaraq oxşayır, amma o biraz fərqlidir. Bunun isə uzun ipi var. Bunu daha bir sport geyimlə də tutmaq olar. O isə daha klassikdir. Bu isə daha klassikdir. Bunlar mənim orijinal bahalı çantalarımdır. Çox bahalıdır. Sonra bu da mənim Mangodan aldığım çantadır. Bahalı çantaydı amma bu Mangodan o vaxtı mən çox baxılmışdım. Bu da 15.000 sumkasıdır, çantasıdır. Deməli, belədir. Heç nə dağılmayıb, tökülməyib, sağ-salamat, çox, yəni keyfiyyətli. İndi bilmirəm Mangonun, Zara'nın keyfiyyəti nədir? İnanmıram bu qədər davamlı ola, amma o vaxtda çox davamlıydı. Bunu da mən uşaqlarla bir yeri gedirdim, uşaqlar o vaxtda balacaydılar. Nə qədər şey yığa bilirdim içinə, baxın. Nə içi dağılıb, tökülməyib, nə üstü sağ-salamat. Yəni buna da çox dəyib də verdiyim pul. Bu da belə. Sonra, bu da mənim orijinal çantamdır. Bu orijinaldır. Bunun sadəcə ipləri artıq o qədər istifadə etmişəm, ipləri artıq qopmaq üzrədir. Sadəcə saxlamışam ki, Dəniz dedi ki, bunu da o birisi çanta kimi dedim, amma bunu da iplərini mən sənin üçün remont elətdirə bilərəm, təmir etdirə bilərəm də. Nəysə, indi uşaq dərslərinə görə başı elə qarışırdı. Bu da mənim orijinal çantamdır. Belə, böyüklüyü də çox qəşəngdir. Dəniz də bunu çox sevir, bunu belə də atmaq olur. Çiynə, belə də əldə tutmaq olar. Dəniz bunun çox əldən gedir. Deyir ki, bunu mən remont edəcəm, amma bir şərtlə ki, bunu vermərəm. Dedim, baş üstə götür. Sonra bir dənə mənim qəhvəyi rəngdə çantam qaldı. Bu çanta, bu yekə yol darojnudur. Deməli, bu nədir? Bunu mən sizə göstərim. Bunu mən nə üçün istifadə edirəm? Deməli, uzaq bir səfərə gedəndə, uşaqlarla, ailəvi gəzməyə gedəndə, amma ölkə dəyişdiriciysə əgər, onda mən bunu istifadə edirəm. Necə? Buna biz yığırıq, deməli, kosmetiçkalarımızı qoyduğumuz kosmetiçkamızı qoyuruq bura. Sonra dezodorantlar, duxilərimizi, nə bilim də kremlərimizi, falanlarımızı, filanlarımızı, elə şeyləri, baxımlarımızı daha doğrusu, baxımların hamısını bura yığırıq. Sözün doğrusu. Bu bizim yol, darojna, bilməm necə böyük görünür, görünmür. Bu darojna, yəni çantadır. Buna isə biz dediyim kimi baxımlarımızı yığırıq. Hamımız öz kaşıqlarımızı falan yığırıq. Bilirik ki, artıq baxımlarımız oradadır. Bir baxım bir şey istəyəndə onu açırıq, onun içindən öz şeylərimizi, kosmetiçkalarımıza çıxarırıq. Bu da mənim sonuncu sumkam. Bu o birisi şkafda qalıb, yadımdan çıxıb. Bu da mənim sonuncu sumkam. Bunu isə çox təzə almışam, yəni bu il almışam. Deməli, bu belə maqnitlə belə yapışır da. Hər halda görmüsünüz də. Belə də tutmaq olur. Sonra belə də. Görürsünüz, bunun da balacası var idi. Mən bunun da balaca ölçüsü var. Lap kiçik ölçüsü də var, orta ölçüsü də var. Mən isə kaksikdə ən böyük ölçüsünü almışam. Bunun da belə zamoklu içində kaş yoxul var. Belə. Bunu isə çox vaxt mən belə edib knopkasını yapışdırıb çox vaxt belə tuturam. Bunu bu il almışam. Belə.
Bilirsiniz nə yadımdan çıxıb göstərməyi? Bu çantam yadımdan çıxıb göstərməyim. Təkcə bu çantam qalıb göstərməyi. İndi yığışdıranda görürəm. Deməli, bu çantam çox qeyri-adidir. Baxın, fasonu belə, rəngi də çox qeyri-adidir. Bilmirəm, görünür yoxsa yox. Nə boz deyil, nə qəhvəyi rəng deyil. Çox qəribə bir rəngi var. Bu marka da deyil. Bilmirəm, normal adi bir çantadır. Amma fasonu çox qəşəngdir. Bunu vaxtı Targovdan almışdım mən. Yəni bilirsiniz hansı vaxtları deyirəm. Yəni ən bahalı şeylər Targovda satılardı ya. O dövrlərdə danışıram. İndi Targovdan heç bir şey aldığım yadıma gəlmir. Bu salfetkalar burada nə gəzir? Aha, bunun içi də belə deməli məxmərdəndir. Ya da zamuşdu, bilmirəm. İndi məxmər də zamuşdu, nəysə. O üçün elə. Ölçüsü də çox orta boy, çox gözəl çantadır. Mən bu çantanı çox sevərək almışam. Həqiqətən də çox sevərək də tuturam. Amma gündəliyə yox da. Deməli, bunu belə də tutmaq olur, belə. Sadəcə mən görünür yoxsa çox arxaya keçim belə. Belə də. İpini də uzadıb qısaltmaq olur, belə də. Çox qeyri-adi sumkadır. Mən bu çantama çox xoşum gəlir, çox sevirəm bu çantanı. Bir bunu göstərməmişdim, sizə indi yığışdıranda gördüm ki, bir bu qalmışdı. Göstərməyə bunu da göstərdim. Səliqə ilə bura yığdım. Burada ancaq veçerni çantalarımı qoydum. Burada isə gündəliyə istifadə etdiyim çantalarımı yığdım. Deməli bitirdim artıq bütün çantalarımı hamısını səliqəyə saldım, göstərdim. Yığışdırdım, buralarda plisostladım. Belə hansı ki deməli atılmalı sumkalar var idi, onları atmışdım. Hansılar ki istifadə etmirəm, onları istəyənlərə vermişdim. Bunlar mənim bizim oraların deyimi ilə desək saf çürük etdiyim çantalarımdır ki, bunları istifadə etdiklərim. Deməli bunlar mənim 20 ildə, hardasa 15-20 ildə yığdığım, daha doğrusu 20 ildə, yəni evliliyimdən bu yana yığdığım çantalardır. Aldığım, daha doğrusu yığdığım dediyim, aldığım çantalardır. İstifadə edirəm. Bilmirəm, mənim çanta zövqümlə sizin çanta zövqünüz uyğun gəlirmi, gəlmirmi? Adətən mən bəyəndiyim çantaları deməli çoxluq olaraq bəyənmirlər, sevmirlər. Yəni çox nadir hallarda tutduğum çantaları deyirlər ki, bu nə yaxşıdır, bu nə qəşəngdir. Bəyənənlər isə daha deməli necə deyim, yaşı daha biraz yəni böyük olan insanlar, amma cavanlar isə böyük sumkalar yəqin sevmədiklərinə görə, böyük çantalar sevmədiklərinə görə çox da belə zövqlərici deyil. Amma bilmirəm indi sizin zövqünüzcə olarmı, olmazmı? Yazsanız sevinərəm, altda yazsanız ki, ya da ki ən çox bəyəndiyiniz hansı çantadırsa yazsanız sevinərəm. Görüm mənə ən çox səs toplayan hansı çantam oldu, hansı daha çox bəyənildi. Belə mən indi gedirəm. Bəyoğlan mənim telefonumu gözləyir, çünki deməli damaş zadanya deyəndə məktəb damaş zadanyası yox, onu nevliklə yazır. Müəllim yanı damaş zadanyaları mənim telefonuma göndərirlər. Onu deməli hazırlamaq istəyir, ona görə də mənim telefonumu gözləyir. Mən isə burada sizinlə sağollaşıram. Bilmirəm valla zövqünüzcə oldu, olmadı, bilmirəm necə bəyənərsiniz, bəyənməzsiniz, amma sizinlə birlikdə söhbət edəydə həm göstərdim, həm yığışdırdım. Mənə də xoş oldu. Sizə də xoş olsa nə yaxşı mənə. Belə, sağ olun, özünüzə yaxşı baxın.